Bismillahirrahmanirrahim. Salam aleyküm. Bu günlərim dini mövzuların 12-ci hissəsini gətirəcəyik. Keçək bəzi hədislərimizə. Mikrofon yoxdur. Yəni istəsəniz səsi eşitmək üçün xodu verə bilərsiniz. Yəni onu da istəsəniz də xodu biraz verin ki, yəni səs yaxşı gəlsin. İndi isə keçək hədislərimizdən bəzilərinə. Bu günlərim təqva haqqında hədislərim var, hədislər yazmışam. O hədisləri deyəcəm. O hədislərdən bəzilərini deyim ki, o hədislərin birini yazmışam. O hədisdən başlayayım. İstəyirəm İmam Sadiqin hədisi ilə başlayayım. İmam Sadiq buyurub ki, təqva odur ki, Allah səni əmr etdiyi yerdə tapsın, qadağan etdiyi yerdə görməsin. İnsan təqva odur ki, İmam Sadiq buyurur, Allah səni əmr etdiyi yerdə tapsın, qadağan etdiyi yerdə isə görməsin. Biz Allahın qadağan etdiyi yerlərdə çox oluruq. Qadağan etdiyi işlərdə çox oluruq. Bunlar nədir? Hamısı pisdir. Və deyir ki, Allah səni əmr etdiyi yerdə tapsın, əmr etdiyi yerdə görsün. Amma biz nə beləyik, nə də eləyik. Heç nəyə həvəsimiz qalmayıb. Bu nədir? İnsanın işlərini Allaha buraxmaması. Çox düşünmək də budur. Hətta belə bir hədis var ki, çox düşünməyin. Həqiqətən də çox düşünməyin. İşlərinizi Allaha buraxın. Həqiqətən də yaxşı bir sözdür və hədisdir, kəlamdır. Başqa bir hədisə keçəndə isə İmam Əlinin bir hədisi var ki, təqva kimi uca bir şərafət və iffət, günahlardan qorunmaq kimi gözəl bir sığınacaq yoxdur. Təqva elə bir şeydir ki, ucadır. Uca bir şərafət və iffət, günahlardan qorunmaq kimi gözəl bir sığınacaq yoxdur. Təqva bir sığınacaq kimidir. Günahlardan qorunacaq bir sığınacaq. Kimdə bu varsa çox gözəl anında. Amma bizim həyatımızda belə insanlar bəlkə də heç yoxdur, çox az. 10% ya da 5%. 5% insan var ki, belədir. Bəlkə də var bəzi müsəlman ölkələrində. Amma çox az. İmam Cavadın da hədislər var bununla bağlı. Başqa bir İmam Əli də ən böyük zənginlik, dediyim kimi İmam Əlinin hədisində var. Təqva kimi uca bir şərafət və iffət, günahlardan qorunmaq kimi gözəl bir sığınacaq yoxdur. Mən keçən dəfəki söhbətimdə əgər baxmısınızsa, yəni deyirəm, baxmamışsınızsa kanala keçib aşağılara eləyib günümüzdə olan əxlaq haqqında hissəsinə baxa bilərsiniz, orada var. Mən əxlaq haqqında danışmışdım. Əxlaq, İmam Rıza buyurur ki, imanın
kamil olması, imanın kamil olması. İnsanın inancının əxlaqı ilə birbaşa bağlı olduğunu belə ifadə edir. İmanı ən kamil olanınız, əxlaqı ən gözəl olanınızdır. İmanımızın ən kamil olan insanı, əxlaqı ən gözəl olandır. Biz imanımızı kamil eləməliyik ki, iman gətirməliyik ki, əxlaqımız da gözəl olsun. Təqva da biraz buna yaxın məsələdir. Təqva da biraz buna yaxın məsələdir. Qısacası insanın imamların qənaətində, imamların baxışında, imamların sözlərində bir yerdə insanın öz daxilində və əməlində Allahın hüdudlarını gözləməsi, gözləməsi, haramlardan çəkinməsidir. Qısacası belədir ki, insanın öz daxilində və əməlində Allahın hüdudlarını gözləməsi və haramlardan çəkinməsidir. Bu da əsas səbəb, budur qısacası. Yəni, əgər bəzi məsələləri bilmək istəyirsinizsə, mən əvvəllər çox gözəl bununla bağlı danışmışam. Kanalda da var. İstərsəniz dediyim kimi əvvəllərdə günümüzdə olan əxlaq haqqında mövzusunu açıb baxa bilərsiniz, kanalda var. İzləməyi də unutmayın. O videoları çox gözəl videolardır. Yəni çox gözəl bir hədislərdir. Allah bizim hər günahımızı təmizləsin. Ərəfə günü oldu, Qurban bayramı oldu. Mən həmin günlərdə səhhətimlə bağlı və bəzi şeylərlə bağlı, yəni danışa bilmədim. Üzrlü sayın. Həmən günlərdə əslində mən bunlardan danışmalıydım. Allah bizim o pis günahlarımızı silib yerinə gözəl əxlaq nəsib etsin. Əxlaq nəsib etsin. Təskiyə. Təskiyə nədir? Təskiyə odur ki, bizim günahlarımızı təmizləsin və yerinə gözəl əxlaq qoysun. Allah bizim dualarımızı qəbul eləsin. Əssəlamu aleykum və rəhmətullah.